Deməli, bəzi insanlar var, məsələn, xarici ölkələrdə olan, dini sferada olan trendləri izləyirlər. Orada baş verən mübahisələri Azərbaycana daşımağa çalışırlar ki, bununla da hansısa bir şou, baxış yığmağa çalışsınlar. Bir də görürsünüz ki, onların qabartdıqları məsələlər elə də aktual məsələlər deyil. Qurandır, Qurandan başqa heç nə yoxdur. Sanki bu cəmaat Qurandan başqa şeylər də qəbul edilmiş kimi özlərini aparırlar. Mənə çox maraqlıdır. Məsələn, belə demək olar ki, Quranın əsas hədəfi nədir? Görürsünüz, kimlərsə deyər ki, hidayət və yaxud da təqva və ya bu qəbil şeylər. Nə üçün Qurandan istifadə edib şou yaratmağa çalışan adamlardan bir dəfə biz təqva haqqında mühazirələr eşitmirik, hidayət haqqında eşitmirik, böyük günahlardan çəkinmək barəsində eşitmirik, Allah barəsində, axirət barəsində, əxlaqi keyfiyyətlər barəsində bir şey eşitmirik. Elə ancaq yapışıblar, pir belə gəldi, ziyarət belə getdi, nə bilim, ay cəmaat sizi alladırlar, filan edirlər. Məyər Quranın əsas hədəfləri nədir? Qurandan başqa heç nəyi qəbul etmirəm deyənlər Quranın ali hədəflərindən niyə danışmırsınız? Niyə danışsanız baxış yığmayacaq, danışsanız effekt verməyəcək? Nə üçün siz səmimi deyilsiniz? Ona görə də burada əsas məsələ siz Allah adından danışırsınız, yoxsa Allahın bəndəsi, qulu olaraq danışırsınız. Bax, meyar budur. Allah adından danışmaq təhlükəli məsələdir. Allah bəndəsi kimi Qurandan, Quranın marifindən, yenə dediyim təqvası, hidayəti, əxlaqı, böyük günahlardan çəkinmək, axirət, ailə dəyərləri, o qədər mövzular var. Siz nə üçün bunları qoyub həmişə Azərbaycanda aktual olmayan qeyri-standart şeyləri danışıb şou yaratmağa bu qədər meyillisiniz?